Bu videoda sizə pulsuz şəkildə Kapital Bankdan necə biznes kartı sifariş edə bilərsiniz, onu göstərəcəm. İlk növbədə bir bank biznes tətbiqinə daxil olursunuz. Tətbiqə daxil olduqdan sonra sağ aşağı hissədə olan sifarişlər bölməsinə keçid edirsiniz. Daha sonra buradan biznes kartlar bölməsini seçib ən yuxarıda olan Visa sahibkar kartına klik edirsiniz. Açılan bu səhifədən sifarişə başla butonunu seçib, kartın bağlı olacağı hesablar bölməsindən öz hesabınızı seçib davam et butonunu təsdiqləyirsiniz. Daha sonra bu səhifədə öz e-mail ünvanınızı, telefon nömrənizi və məxfi söz olaraq hər hansısa bir sözü qeyd edirsiniz. Həmin məxfi söz kartı bankdan təhvil alarkən sizdən soruşulacaq. Həmin məlumatları qeyd etdikdən sonra digər səhifəyə keçid edib filialdan təhvil al bölməsini seçirsiniz. Və son mərhələ olaraq öz yaşadığınız şəhər və ya rayonun adını burada axtarış yerinə yazaraq sizə yaxın olan Kapital Bank filialını seçirsiniz və kartın hazırlanma müddətini buradan təyin edirsiniz. Əgər təcili lazımdırsa 10 manat ödəniş edərək 1 və ya 2 gün ərzində kartı əldə edə bilərsiniz. Yox, əgər standart olaraq sifariş etmək istəyirsinizsə birinci seçimi seçib sifarişi təsdiqləyirsiniz. Sifarişi təsdiq etdikdən 7-10 iş günü sonra banka yaxınlaşıb kartınızı əldə edə bilərsiniz. Kanala abunə olub videonu bəyənməyi unutmayın.